Hər bir vətəndaşın layiqli, təhlükəsiz şəraitdə və bərabər imkanların yaradıldığı mühitdə işləmək, ədalətli əmək haqqı almaq hüququ var. Bu hüquqlar yalnız fərdi hüquq və azadlıqlarımızın təminatı deyil, eyni zamanda cəmiyyətin ümumi rifahı üçün əsasdır. Bütün insanların əməyinə hörmətlə yanaşmaq, qadın və gənclərin əmək bazarında geniş iştirakını təmin etmək və sosial müdafiə mexanizmlərini təkmilləşdirmək cəmiyyətin davamlı inkişafına mühüm töhfədir. Hər kəsin, o cümlədən ailə vəzifələri olan işçilərin bərabər şərtlərdə diskriminasiyanın olmadığı mühitdə çalışması daim diqqətdə saxlanılmalıdır. Xüsusilə də zehni əməklə məşğul olan insanlarımızın layiqli əmək şəraitində çalışması və peşəkar bacarıqlarını artırması üçün müvafiq dəstəyin göstərilməsi çox önəmlidir. Bu yalnız iqtisadi tərəqqi deyil, həm də insanların sosial rifahı, psixoloji və emosional vəziyyətinə də müsbət təsir göstərir. Vətəndaşlarımızın hərtərəfli inkişafını dəstəkləmək və bu istiqamətdə töhfə vermək bizim vəzifəmizdir. Əməyə layiqli qiymət verərək, qarşılıqlı hörmət və zəhmətimizlə cəmiyyətə dəyər qatmağa davam edək, əmək hüquqlarını birlikdə qoruyaq.